أشهد أن محمدًا رسول الحمد لله إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له نشهد أن لا إله إلا الله ونشهد أن سيدنا محمدا عبده وحبيبه ورسوله أما بعد فيا عباد الله اتقوا الله وأطيعوه إن الله مع الذين اتقوا والذين هم محسنون قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ومن آياته أن خلق لكم من أنفسكم أزواجا لتسكنوا إليها وجعل بينكم مودة ورحمة إن في ذلك لآيات لقوم يتفكرون قال رسول الله صلى الله عليه وسلم خيركم لأهله وأنا خيركم لأهلي. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Uca Allah'a hamdü senalar olsun. Resulullah sallallahu aleyhi ve selleme salatü selamlar olsun. Sizlere ve özme uca Allah'a karşı tekvalı olmalı ve Resulullah sallallahu aleyhi ve sellemin yolundan gitmeyi tövsiye edirəm. Etdiyim nəsihətlər öncə özmə, sonra siz değerli kardeşlermadır. Möhtərəm müsəlmanlar, İslam dininin gəlişi ilə cahiliyə dövrünün aid olan hər cür pis söz və adətlər sona çatdı. İmanın və gözəl əxlaqın hakim olduğu bir saadət əsri inşa edildi. İslamın ilk təsir etdiyi topluluq sahabe-i kiram idi ki, onlar yaxşı xasiyyətli, gözəl sözlü, xalis niyyətli, seçilmiş bir topluluq idi. Çünki onların müəllimi ən gözəl örnək olan Muhammed Mustafa sallallahu aleyhi və səlləm idi. Onların ardından gələn nəsillərə və bugün bizlərə yaraşan isə Resulullah sallallahu aleyhi və səlləmi və ən yaxın yoldaşları olan əshab-ı kiram əfəndilərimizi örnək almaqdır. Nəbi sallallahu aleyhi və səlləm buyurur ki, əshabım göydəki ulduzlar kimidir. Hansına tabi olsanız hidayətə çatarsınız. Değerli müsəlmanlar, bugün xütbəmizdə əxlaqi dəyərlərimizdən olan örnək ailə dəyərlərindən bəhs edəcəyik. Uca dinimiz İslam məşru, yəni qanuni bir nikah ilə ailə yuvası qurmağımızı əmr edir. Zinanı da qadağan edir. Həmçinin ailə həyatımızı ədalət, mərhəmət, sevgi, hörmət, iman kimi dəyərlər üzərinə bina etməyimizi nəsihət edir. Ailə iffətli, huzurlu və güvənli bir həyatın təməli və təminatıdır. Nəfsimizi və nəslimizi qoruma altına alan, təmiz və sağlam bir toplum inşa edən yeganə qurumdur. İnsana adam edən dəyərlərin öyrədildiyi bir əxlaq məktəbidir. Ailə qurmaq bir seçim deyil, fitri ehtiyacdır. Rəbbimiz Rum surəsinin 60-cı ayəsində buyurur ki, sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da onun qüdrət əlamətlərindəndir. Həqiqətən bunda, bu yaradılışda düşünən bir qövm üçün ibrətlər vardır. Ailə qurmaq və ailə olmaq Hz. Adəm əleyhissalamdan bu yana bütün peyğəmbərlərin sünnətidir. Resulullah sallallahu aleyhi və səlləm buyurur ki, "Əl-nikah sünnəti, fəmən rəğib ən sünnəti fəleysə minni." Nikah mənim sünnətimdir. Kim mənim sünnətimdən üz çevirsə, məndən deyildir. Dəyərli müminlər, müasir dövrümüzün və ya aydın dillə desək, dijital dünyanın inkişaf etdiyi bir dövrdə yaşayırıq. Əlbəttə, bu yeni mühitin bir çox imkanından da faydalanırıq. Ancaq bir yandan da faydası ilə yanaşı, ziyanını özü ilə birgə gətirir. Təəssüf ki, bu vəziyyətdə ailə qurumlarımızı öz təsir əhatəsinə alır. Bəzən virtual aləmin cazibəsinə tutulub, dəyərlərimizi itiririk. Virtual aləm müasirlik adı altında cəhaləti evlərimizə daşıyır. Həqiqi həyatla bağlarımızı qopduqca ailə dəyərlərimiz itiririk. rəhmət, səkinət və məhəbbət vəsiləsi ailəmizdən sevgi, hörmət, şəfqət kimi dəyərləri əsirgəyirik.
həm İslami, həm də milli mənəvi dəyərlərimizi itirmiş şəxslərin video çarxlarına baxaraq eyni süfrəyə oturduğumuz ana atamızdan, həyat yoldaşımızdan, uşaqlarımızdan getdikcə uzaqlaşır, onlara qarşı aqressiv oluruq. Unutmamaq lazımdır ki, bunun təsiri mütləq şəkildə gələcəkdə öz iyrəncliyini ortaya qoyacaq. Bunun səbəbidir ki, övlad ana ataya asi olur, qadın yoldaşını dinləmir və onun kiçik görür və ya bunun əksi şəkilində. Valideyn övladına şəfqət göstərmir, kişi xanımına zülm edir. Beləliklə ailə dəyərləri məhv olur. Rəbbimiz buyurur ki: وَمَا أَصَابَكُم مِّن مُّصِيبَةٍ فَبِمَا كَسَبَتْ أَيْدِيكُم. Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların, etdiyiniz əməllərin ucbatındandır. Halbuki Rəbbimiz Nahl surəsinin 80-ci ayəsində buyurur: وَاللَّهُ جَعَلَ لَكُم مِّن بُيُوتِكُمْ سَكَنًا. Allah evlərinizi, ailənizi sizin üçün bir hüzur yeri etdi. Buyuraraq ailənin sükunət, rahatlıq qaynağı olduğunu xəbər vermişdir. Dəyərli müsəlmanlar, yaşadığımız çağın həqiqətlərini qəbul edərək, onların əsri olmadan xeyrimizə istifadə edərək ailəmizi qoruya bilərik. Unutmayaq ki, dəyərlərin öyrədilməsi ailədən başlayır. Quran və sünnə ailəmizə qarşı davranışları hansı şəkildə etməyimiz lazımdırsa bizə öyrədir. Başda valideynlər haqqında Rəbbimiz İsra surəsinin 23-cü ayəsində buyurur ki: Rəbbin yalnız özünə ibadət etməyi və ana ataya yaxşı davranmağı əmr etmişdir. Əgər onlardan biri və ya hər ikisi sənin yanında yaşlanarsa, onlara uf belə demə, onları danlama və onlara xoş söz söylə. Başqa bir ayət kərimədə isə وَوَصَّيْنَا الْإِنسَانَ بِوَالِدَيْهِ حُسْنًا. Biz insana, ata-anasına yaxşılıq etməyi, onlarla gözəl davranmağı tövsiyə etdik, buyurur. Rasulullah sallallahu aleyhi və səlləm bizə bizim üçün bir usul qoyaraq buyurur ki: Xayrukum xayrukum li əhlihi. Sizin ən xeyriniz ailəsinə qarşı ən xeyirli olanınızdır. Diqqət edək, Allahın elçisi qadınla davranış qaydalarına diqqət etməyimizi bir nəsihətində belə xatırladır. Qadınların haqlarını yerinə yetirmək xüsusunda Allahdan qorxun. Çünki siz onları Allahın bir əmanəti olaraq aldınız. Rasulullah sallallahu aleyhi və səlləm həmçinin ailəmizin digər üzvləri olan övladlarımızı yetişdirmə xüsusunda belə buyurur. Heç bir ata övladına gözəl əxlaqdan daha xeyirli bir miras buraxmamışdır. Unutmayaq, hər ata-ana Allahdan qorxun və övladlarınız arasında ədalətli olun əmrinin müxatabındadır. Allah-u Teala cümləmizi nəfsimizin və şeytanın şərrindən qorusun. Ailəmizə gözəl davranmağı nəsib etsin. Sözümüzün sonu sevgili Peyğəmbər sallallahu aleyhi və səlləmin bu xəbərdarlığı olsun. Ailəsinə qarşı vəzifələrinə diqqət etməməsi kişiyə günah olaraq yetər.